Bilen ya, bana bazen gülen ya. Kaş evimi bir olsun, evleri gönderen ya. Elinden tutsun bahar, teline düşmesin kar. Elinden tutsun bahar, teline düşmesin kar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar. Küsmüşemdindir hayat, eşkini söndürme yar. Denizimse yer gökse, menden söndürme yar. Elinden tutsun bahar, teline düşmesin kar. Elinden tutsun bahar, teline düşmesin kar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar.
Əziz qonaqlar, mehriban dostlar, qohumlar və tanışlar. Mən məclisin tamadası kimi, özünüz yaxşı bilirsiniz ki, tamada bizim sözdür, yəni yeməklərin naçəlniki deməkdir. Bir tamada kimi xahiş edirəm ki, qədəhlərinizi və badələrinizi doldurasınız. Xahiş edirəm sizdən. Hazır. Buyurun. Əziz qohumlar, mehriban dostlar, bugün bizim şadlığa gələn qonaqlar. Bugün xüsusi bir axşamdır. Bugün iki sevən gəncin şadlıq günü. İki sevən gəncin hicran saatlarının qovuşma dəqiqələri. Yeni Sovyet ailəsinin təməli qoyulan bir axşamdır. Sağ ol. Əla. Müdriş babalarımız çok güzel deyiblər. Her gül mahzı bir bülbülündür. Eğer bizim beyimiz həsli baharda şaqlaq kimi ötən bir bülbüldürsə, gəlinimiz qönçə misallı, hələ açılmamış təzə bir qönçə, nazənin, ismətli həyalı bir gəlindir. Xahiş edirəm bəylə gəlinin sağlığına bir toş. Xahiş edirəm ilk qədəhlərimizi içək. Bizim əziz, bizim gözəl göyçək, ismətli, həyalı adları nədir? Adı. Neyin adı? Deyiləm. Adı? Rasim Hə. və Rəfiqə. Hə. Hə. Bəli. Əziz qonaqlar, buyuruz. Hoş gəlmişsiniz Şəki Şəkərin. Hər şərin yoldaşlarım, əziz qonağımız olun. Hayraşın. Mehriban qonaqlar, əziz qohumlar. Mən deyərdim ki, qədəhlərimizi, badilərimizi qaldırdıq. Rasimlə Rasimənin sağlığına. Ada. Görədi. Amma bir məsələ də var ki, mehriban dostlar, bir ayağa qalxın xahiş edirəm. El çalan yoldaşlar, el çalan. Görürsünüz ki, necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin. Neçidir? Bey neçidir? Neçidir? Ada, hamısını yazıb sənə vermişik ki, oxu yine ismi çox bu da. Neçidir? Oğlan zatdır. Nedir o? Diş qayrəndir. Əziz qonaqlar, Rasimcəm nəinki Respublikamızda və mən deyərdim ki, Respublikamızdan kənarda da tanınmış diş həkimlərindən biridir. Təsadüfi deyil ki, Respublikamızdan çox uzaqlardan gəlirlər Rasimcanın yanına diş çəkdirməyə, diş düzəltdirməyə məhz Rasimcanın yanına gəlirlər. Mənə bax, oğlan hələ oxuyub yine sütü qusarmayın. Başa düşün. Mehriban qonaqlar, özünüz görürsünüz ki, bəylə gəlinimiz necə də bir-birinə yaraşırlar. Yaxşı deyiblər ki, ərlə arvadın torpağı məhzı bir yerdən götürdüm. Özləri də uyğun gəlir, adları da. Tarixə müraciət edək. Qeyri və Məcnun, Əsli və Kərəm, Aşıq və Qərib və Rasim, Rasimə. Rəfiqə Rasimə kimdir? Yaxşı. Ada bəsdir də. Əziz və möhtərəm qonaqlar, təklif növbəti sağlıq haqqında belə olacaq. Bugün məclisimizin iki səbəbkarı var. Hamınıza məlumdur ki, hər bir səbəbkarın da məhzı
bir səbəbkarı var. Və mən istəyirəm bunu içək, bəylə gəlinin, valideynlərinin sağlığına. Mən bəyin atası haqqında bir-iki kəlmə söz demək istəyirəm. Bəyin atasına uzun ömür, can sağlığı arzulayaq və xahiş edirəm geyin. Allah üçün sağla. Ne üçün? Sağla. İyi. Adı ne atası ne? Hə. Atası ne diyor? Ne olsun? Zat ne diyor? Atası sen. Yok. Yok. Atası. Hə. Üç yıl buna kaba öldü. Öyle şey. Yoldaşlar, bize bugün beyimizin atasına can sağlığı arzulamak kısmet olmadı. Bayağı değildiği kimi beyin atası 3 yıl bundan qabaq ölüb ve neyse belə riskli şeyleri ya da salmayaq, kişinin ruhu şad olsun. Şad olsun ki Rasim'le Rəhimə kimi Hadi gene başla. Rasim'le Rəhimə kimi iki cavan böyüdü. Qoy Rəhimi analarının sütü nasıl onlara halal olsun. Rəhimi yok hadi. Ana sütü ki var. O süt meselesini çok ağırla yine. Ne için? Süt bilirsen bizim gelin. Bəli. Hele uşaq vaxtından ana süt yemeyip Başa düşürəm. malışla böyüyüp malışla. Sen necə malışı? Malış necə malış? Necə malış? Şimdi benim başıma malış başa düşmürsen. Yok, herhalde. Hadi sen özün alimentle büyümemsen. Ha? Alimentle büyüyende o da malışla büyür de. Paraşokla. Hadi. Bir tuş! Xahiş edirəm, söz demək üçün hazırlaşın, yeyin, söhbət edin, tanımayanlar tanış olsun, məclisimizin qonaqları ilə. Əşi, bu sözün siyahı, bu sözün siyahı deyil, burada hamısı yazılıb da, bəy gəlin, ataları, anaları, əmiləri, dayıları, mötəbər qonaqlar, hamısına spesialli tost, uzaq qohumlar, obşi tost, institut yoldaşları, obşi tost, Bazarkom Nadir, spesialli tost, professor, nazir mavini, rəssam birləşdirmək, Avtobazanın qaynanası xüsusi qeyd eləmək, həkimlər obşi tost, artistlər obşi tost təbrik eləmək, JEK müdürü spesialli tost, JEK də yazılıb hamısı burada məndən deyil. Mən bir güzel bir məclisdə aparam ki mənə. Hansı JEK? Deyə 609-cu kvartal. Bak say 609 var. Bilme adam bizim bir şekilde yok. Bizim kvartal 906 düvey. 906. Mənə görə ki, mən zaten o ismi çok görürüm. İsmi soku mənə görürüm. Düzələr, düzələr, mandalin. Gələ. Ne güzel. Ay dayı. Meclis tutarandan sonra düzeliyor. Gələ bax da, mən Ada bu bizim ismi çok değil ki. Vay. Burada cuma akşamı yazılır. Meğer bu cuma akşamları da gidiyor. Düzələr. Yasin okuyandı o. Düzələr. Ay dayı. Ne güzel. Bahadır var. Burada Hə. cuma akşamı yazılır. Bu günler ne gündür? Şembe. Nədir bu ya? Şənbə nə də ki, yazmışam da burada. Şənbənə görüm. Şembe başa düşmüyor. Hey. Subota! Nə? Subota! Yaxşı. Subota! Bir tuş! Dayıcan, bu paşa oğlu bir səhv salın. Sən belə elə, sən mənə kömək edə bilərsən. Qonaqlar kimdir, nəçidir? Bir yanında oturmuşsan, yavaş-yavaş deyəsən, mən də deyərəm, mən sana piştamam da. Kül mənim başıma, sənə kömək eləyim. Bəli. Ada mən bilirəm deyəm, bunlar kimlərdir. Mən də sənə kim bunları birinci dəfə görürəm. Bunları harada tanıyırəm, mən ki, sənə nişan verim. Bəyəm, mən tanımıram. Tanımıram. Başa düşürəm, sən bəyəm, bizim bəyin atası deyilsən. Yaxşı, bunun neyini Allah yutsun. Ada adama ne ada diyerler. Ada atası yok. Atası ölü. Başa düşdüm də, dayı. Öldü. Paşa.
Öyle. Sen neysen? Ben onun dayı. Dayısı. Dayı. 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 Bir tuş. Tuş. Dedim çok içti. Day biraz çok içeyim. Hayatınla dartıran penceğini içme. Neyse mecliste böyle şeyler çok olur. Meclisimizi devam ettiririk. Ay kişi, sağlımın oğlunun dilinden elə bir dürrü cevahir dökülür. Deyirəm ölməyeydim, o günü göreydim ki, Kamil balamızın da qabağına bir halal süt əmmiş çıxır, onun toyunda belə sındıra sındıra oynayaydık. Tamadanız da bax, Surxayzadə olaydı, qiyamət tamadanı. Rədd elə, görmədin qonşumuz Mənzərin qızının toyunda, ikəndən sonra ağlayır. Abi, Cəlil, arzunuz ürəyimizdə qalmasın. O tutardı Surxazadəyə, o təyamları naçar etdilər. Onu sizin toyunuza tamada götürün əlindən. Sizdən sağlıq dostuyum. Mən gözümü yeğamı soğuk. Onu da öyrəyirəm ki, bax, hamınız mehriban olun, xoşbəxt olun. Belə necə eləyin, nətər eləyin, nə tör eləyin, deməyəsiniz, can sağlıqsın. Deyirəm ay Tahir. Kaş bizim de kızımız bak böylece oturaydı o stolun başında nişanlısıydı. Tam adamızdaki Surxayzadə. Ayın 3'ü, 5. mikrorayon, Şadlıq evi, 6'sı köyünün turist, yukarı zat. Bu xalta məni laf dilxar elədi ya. Deməli, 7'si Nesin'in kiçik toy meclisi, 9'unda da bize ona da göy kitabı. Ay can. Bunu da... Bütün bunlar keçmişin qalıqlarıdır. Elə bu barədə mən çox mühasirələr oxumuşam. Toy cavanların şadlıq günü olmalı. Elə olmalı. Biz isə bundan istifadə edirik. Özümüzü göstəririk. Var dövlətimizi nümayiş edirik. Eyb olsun. Niyə burada iştirak edirik? Özüm də bilmirəm. Nəysə. Sağ ol. Qızıma belə toy eləməyə qoyma. Elə də la. Sağ ol. Yaxşı yox. Bu nə biabırçılıqdır ya? Sənə 1000 dəfə demişəm ki, məni belə toylara gətirmə. Elə bu? Bəlkə indi orada qəfildən quruşdan qalıb, ola bilər. Subaylarınızdan gələk. Sağ olun. Şartlılarla görüşək. Çox sağ olun. Vəssalam. Subaylarınızdan gələk. Can sağ olun. Sağ olun. Salamat. Gel. Yaxşı. Siyahını çaş-baş saldığın üçün. Sağ olun. Çox sağ olun. Herkesi toyda görək. Mən həmçin meclislərdə... Yadındadır bunun toyda. Bəli. Siyahını çaş-baş saldığın üçün səni 5 manat cərim edirəm. Canik, axı biz uşaqlıq dostuyuz. Uşaqlıq dostuyuz. Bir də belə eləsən, zattım. Xudahafiz. Zattım işlən şey. Səni bir gecənin içində uğurlatdırıram. Uşaqlıq dostuyuz. Anladım. Doğrudan yaxşı yadıma saldın. Biz səninlə uşaqlıq dostuyuz. Beşliyim mənə. Neyçin Canik? Uşaqlığı yadıma salacağım. Sən uşaqlıqdan mənə 45 manat borcluydun. İndi qaldı, yox 50 manat borcluydun. İndi qaldı 45 manat borcum. Bu gəl. Sağ ol.
pendir ne midan, ne otaktır ne ivan, ne gülü çiçeği bak, ne yakın ne de uzak, ne gülü çiçeği bak, ne yakın ne de uzak. Gülüş yerimiz dünya, bu güzel eziz dünya. Gülüş yerimiz dünya, bu güzel eziz dünya. Bu görüş yerimizden geniş alem açılır. Bu görüş yerimizden sevinç sesi ucalır. Akşamdır ne seher, ne bir kenttir ne şehir, ne payızdır ne beyaz, ne istidir ne ayaz, ne payızdır ne beyaz, ne istidir ne ayaz. Gülüş yerimiz dünya, bu güzel aziz dünya. Gülüş yerimiz dünya, bu güzel aziz dünya. Bu görüş yerimizden geniş alem açılır. Bu görüş yerimizden sevinç sensi ucalır. La la la, la la la, la la Bağışlayın, üzr istəyirəm. Axı mən yuxarı gedirdim, xanım qız. Eyb etməz. Aşağı düşüb bir də qalxarsınız. Bağışlayın, bu bilirsin nədir? Axı bu... Mən birinci mərtəbədə olmalıyam. Çox əcəb. Mən də 10-cu mərtəbədə olmalıyam. Mən tələsirəm. Heç dəxli var sən Allah, tələsir. Bəlkə mən sizə çox tələsirəm. Bir də ki, mən liftə sizdən qabaq minmişəm. Əhsən. Əsər. Amma mənə də Mərcan deyərlər. Çox gözəl. Haral ki oyunu başa vurdunuz, Mərcan. Lift xarab oldu. Azı yarım saat buradayım. Hamısı da sizin höcətliyinizdən. Yarımca saat kifayətdir ki, nişanlınız öz nişanını qaytarsın. Öz ləyaqətini qoruyan qız heç vaxt bu qədər gözləməz. Görünür, subay qalmalı olacaqsınız. Siz də qız qarayacaqsınız. O boks çempionu çoxdan çıxıb gedir. Bir de gel. Bəs olmadı. Bu gülləri mirik kartlarına verəcəm. Bəlkə biraz buraya yumuşalım. Biz damızına geçtik. Buyurun. Çox sağ olun. Hoş baxın. Harada qalmışsın? Bax, bunlar üçün. Bunlar üçün gedir. Bu nə? Sən mənə gül almışsan.
Ola bilməz. Evlənirəm. Təşkil edirəm ki, mən ərə gəlsin. Belki de uzun uzadı yine kar yağacaktı. Belki de karşıma yine keder gam çıkacaktı. Belki de hoş güzel günler yine hey geçecekti. Belki de kapımı yine kürek yer açacaktı. Çekil keder yerini bir saadet gelir sevinir. Kalk ayağa muhabbet gelir. Çekil keder yerini bir saadet gelir sevinir. Kalk ayağa muhabbet gelir. Belki de keskin yağışlar kesmeyip yağacaktı. Belki de evime yine güneş yağıp bakacaktı. Belki de böbrek kalbinin tenhalık sıkacaktı. Belki de gözyaşım sele dönüp hey akacaktı. Çekil keder yerini ver saadet gelir sevinir. Kalk ayağa muhabbet gelir. Çekil keder yerini ver saadet gelir sevinir. Kalk ayağa muhabbet gelir. Çekil keder yerini ver saadet gelir sevinir. Kalk ayağa muhabbet gelir. Çekil keder yerini ver saadet gelir sevinir. Kalk ayağa muhabbet gelir sevinir. Kalk ayağa muhabbet gelir sevinir. Kalk ayağa. 100 200 500 Ata o öyle. Yine çaştım bak. Eşit belediyesi olar. Ne olur? Yığışdırmış şekilleri buradan da ayrı bakayım. Eve konak gelir, yaxşıdır. Niye lazım bakayım? Ne danışırsan ay kişi? Ne pətələn danışırsan? Uşağımın işləridir, sənətidir. Bu ne sənətdir? Sənət. Getdi özüne sənət tapdı da. Ben deyirdim uşaq heç olmasa vəkildən zatdan olardı. O Patsudimliləri zadı zaşşət eləyərdi. Əli ki pulla oynayardı. Ya da bər başına. Heç olmasa şairdən yazısından olardı. Ha? Ay kişi, baxırsan ona. Teatrda bilet oynayır, artistdir. Bütün dünyanı gəzib. Parisdə mükafat alıb. Sən mənim canım bir buna bax. Motosiklet sürəndir, çempiondur da. Hələ bir ona bax. Qaçandır, gör nə qaçır. Başın tiklər də vızdırıb. Sən dəli oğlun beynində qaçmaqdır, atlanmaqdır, tullanmaqdır. Paris'dir, Londondur. Elə ona görə də evlənmir də. Düz deyirsən ay kişi. Mən də elə onu deyirəm də. Deyirəm, bu qulağından alıb, o biri qulağından bıraxır. Deyirəm ay bala, bir evlənəydin.
Ben de senin toyunda bir canı dilden oynayaydım. Sonra da oturup neme neticelerimin azab eziyetini çekeydim. İstedi. Ben... Tamam da. Yamandır neme eziyeti çekensen. Hele ki oğul evlenmiş. Oğlu ne olar? Evlen. Ay Allah nevem olaydı. Ay Allah oğlum evleneydi. Hele ki oğul evlenir. İti görüm, kurdu görüm, gelini görmeyeyim. Yakışsın Allah. Yaxşı, yaxşı. Sen demeyinden bile çıkırken demene kısmet olmayacak. Oğlumun toyunda bir sındıra oynuyor. Doğrudan. Sen demeli toyda bir defa sındıra oynamak için benim gecem gündüzüm olmayacak. Bütün ömrüm dığdığla geçecek. Bilirsen de atalar deyip o ağıl topuk Yaxşı, yaxşı, bilirəm. Başa düştüm. Allah manatlıqlar, beşliklər götür. Pul el çirkidir. Çok pulla məşğul olma. Kitap oku, kitap. Bak, qadasını alın bunların. Benimki bulardı. Bak, kitap. Hellas. Okumak lazımdır. Toyun bütün tedariki hazırdır. Günü sabah desin, hazırım. Allah bir halal sürenmişi göndermir de. Gönderdi ayana. Gönderdi. Ne gönderdi? Kim gönderdi? Ne danıştın ay bala? Sen istedin. Bir istediğin yardı. Hə. Getirdi pervertikar. Evlen. Ne danışırsın? Uy. Mama sana kurban olsun. Zarafat eləmirsən ki. Yok. Ben anlatmırsan Yok. ki. Ah, hadi bir görüm kimlerdendi, hardandı. Bak ana. Anası profesör. Atası da profesör. Özde 5 dil bilir. Alman dili, İngiliz dili, Fransız dili, İtalyan dili, İspan dili. Biz de İspan dilini İngilizce bir nispeten biz bilir. Ama söz verir ki gelen payızda... Sakla bu İspan dilini bir otu görün burada. Kulak as. Bir görün kimlerden de haralıdı, Bakırdı yoksa rayonlu. He? Ya Şimal Şərq Azərbaycandandır. Ya da Cənub Qərb Azərbaycan. Oo. Ya Qubalıdır. Ya da Ağrınalı, Qazaxlı. Ya Şamaxılıdır. Ya da Naxçıvanlı. Oo! Bəlkə Lənkəranlıdır. Ya da Balakənlidir. Ya da ki gözlüyüm Şəkilidir. Yox. Deyəsən Bakılıdır. Qəribə söz danışır valla. Bəs adam örgənib bilməz ki, kimlərdəndir, haralıdır, rayonludur, Bakılıdır. Bilməz bəs adam elə şeyləri. Ayana. Mən acıl kadreyəm. Onu işe götürürəm. Yaxşı. Sabahtan ona bir anket verərəm. Yazar hamısını doldurar. Meskomdan kasetləmə lazım deyir ki. Yox, lazım deyir. Bax, belə eləyir, sonra görə evlənmək istəmirəm. Yox, heç nə demirəm. Mən daha sustum. Sən mənim ağıllı balamsan. Pis qız sevməzsən. Kamil, mama sənə qurban. Düzünü de. Ney? Bunlardan döyür ki. Hansılar? Bunları deyirəm də. Yox ana, yox. Hə? Onlardan deyir. Onlardan deyir ay ana. Amma onun da şeklini çəkmişəm. Bir dəqiqə. Bəh. Necədir? Qiyamətdir. Sən məni sevindirdin Kamil. Allah səni sevindirsin. Çadıramı sallam başıma, üz gözümü bezərəm. Çadıramı sallam başıma, üz gözümü bezərəm. Gedib sənə qız axtarıb, hər tərəfi gəzərəm. Gedib sənə qız axtarıb, hər tərəfi gəzərəm. Günü sabah elçi göndərirəm. 700. Ha kişi,
800. Axı bir söz demədin. 900. Sənin axır sözün nə oldu? 1000. 1100. Və qoyasan öz işlərini saxmanlayar. 1200. Eşim benden ne istiyorsan axı ya. Birisi gün gedeceğim pes mezara. Haftayı gün revizya gelir. Ta o bir gün den seni tanıya. Bunlar da ki bu kızına ait işte. Şimdi ben neyine bakayım? Birce sabah boşam. Sabah? Ha sabah. Ne olsun? Boşam be. Qoy sabah olsun. Sabah daha yaxşı. Sabah gedərsiz. Hə, nə deyirsən? Ya sabah, birce sabah. Aki, sən atan görü bu işi uzatma. Adı bir de gördüğüm fikrini değişti ki, evlənmirəm. Bir kıza bax. Bax da, elə bilirsən, belə kızı tapmaq asandır. Hə, nə deyirsən? Yaxşı dayı uzatma, dedim sabah, deməli sabah da. Yaxşı, yaxşı. Bir de bura bax ha. Mən ora sənin o bazar alverişlərimi apara bilmərəm. Ən mötəbər, ən hörmətli adamlar getməlidir. Qız evindən professor olsa, oğlan evindən gərək akademik olsun. Var, akademik tiyatrda 3-4 dostum var. Ama vurandılar. Akademik tiyatr neyirəm mən? Akademik özü. Onlar da... Akademik. Var. Akademik. Ay sağ ol. Var. Var. Diyan. Bir akademik var. Dostu öyle ama tanıştı da. Yanıma gelir arvadı bazdı. Balıktan ötürü sinol yedi. Həmişə həftə 8-9 yanımdadır. Deyir ki, arvad balıq istəyir, məni evə koymuyor. Bu səfər yanıma gələndə ki, ya, ürəyim balıq istəyir, mən də deyərəm könlüm balıq istəyəni. Ay kişi, bir də papaq eləyirsən ona, gəlir. Qulağımız. Bir də xahiş edirəm səndən, özün demirdin ki, sənin müştərilərin hamısı şairlərdir, yazıçılardır, artistlərdir. Bax, sən mənim Avara da var, bazar da. Ha, indi nə olar? Sən bax, içində qoy 1-2 dənə laureatı zadı da olsun. Laureat? Aha. Şarkayın ol, Sen Nadir'i ne bilmişsen? Nadir! Başa şiştin de, ona göre de ben özüme nadir arvat tapmışam. Ev yoktur arvat. Onları her akademikinin qabağına ben 4 akademik, professorunun qabağına 3 professor çıxartmasam, atamın mənə verdiyi süt, anamı mənə verdiyi süt haram olsun. Alo, 66-68'dir. Alma hanım sensen. Salam Melek'im, başıma dönüm. Tanımadın, derdine yananı tanımadın mı? Sen Darçın Bey'imi tanımadın. Darçın Bey'imdir. Necə Salma hanım? Ne var ne yok, ata bala necədir? Şükür. Ağustin asoflar, göğüller, kurban olara, veli olara. Neçə kil oldular? Maşallah, ağlamasın. Həri. Mənə bax Günər, afiyet üstünə pulu verdin. Laf yaxşı, saxlamazlar nəziri. Əcəb elədim. Ana xanım getdi. Arsan da sardı. Yox. Vay, Ali indi dəli olacaq ki. Sən Allah, ağa bacı geçsin, ağa verdin, dərdin çəksin, ağzını açma ginən. Camaatda tüfət var, Bu hərfinəcəm ki, hərfin adı qalmadı. 10 dəqiqə danışırsın. Kimdir hərif? Deyirəm kesin bu hərfin adı qalmadı. Adı hələ satma qoymayacaqsən, qərib adam indiyə götürmüşən əlmə ki. Alo, ağa sənin dönə burada biri var, sıfırın kəs. Harada qaldım, atallı necədir? Barışdılar,
Kurban olaram elə. Hoppa. Həri. Həri. Çöhəz. Bir tüttülü dərmandır mənim üçün. Şeşsən. Adamınki gətirməyən də gətirmiş. Şeşsən. Darıqmayın şəkil şəkəri iç. İnşallah atarsınız. Dülü. Buyuruz. Təbrik edirəm şəkil şəkəri iç. Attınız tüttülü. Təbrik edirəm. Ey Sürxayzadə. Nə qoyub, nə axtarırsın? Dünyanın işinə bax gör, məni nə ilə təbrik edirlər? Tüttülü ilə. Vaxt vardı məni böyük vəzifələr, alovlu çıxışlar, fundamental tələbələrlə təbrik edirlər. İndi Dülü. Sürxayzadə, ben o telefonu görürsən onu elcə bir yanda dayanıb kilimişcə, yetim uşaq ki, büküb boynu dayanıb. Ancaq vaxt vardı ki, yanğın söndürən maşın kimi səsi götürmüşdü aləmi başına. Akşamınız xeyir, Şakir Şəkərlik. Gecəniz xeyrə qalsın, Şakir müəllim. Sabahınız xeyir, yoldaş Şirinov. Yoldaş Şirin. Mən indi odu söndürüb külü ilə oynayıram. Heç xidmət eləmin Şakir Şəkərlik. Siz elə bilirsiniz ki oralarda sizi unudurlar. Heç və də heç var. Sizin kimi təcrübəli kadrı istifadəsiz qoymaq olmaz Şakir Şəkərlik. Bir də gördünüz ki telefon zəng çaldı. Şakir Şəkərlik buyurun gəlin iş başına və telefon zəngləri çalandı bir-birinə. Deyir, keçən günə gün çatmaz, çalasan günü günə. Ancaq nə bilmək olar Sürxayzadə, bəlkə sən deyən oldu. Telefon zəngləri bir-birinə çalananda... Bax onda siz dostunuzu düşməninizdən ayıracaqsınız. Onda biləcəksiniz ki, Şakir Şəkərlik pis gündə kimin vəfası neymiş. O... Mən də gəldim elə sizə dəyməyə, baş çəkməyə, əhvalınızı soruşmağa. Çox sağ ol. Çox sağ ol, Sürxayzadə. Sağ ol ki, məni yad eləyirsən, bilirsən deyə. Çünki sənin çörəyin dizinin üstündə deyil. Eybi yox. Vaxt gələr, əvəzini çıxaram. Sənin bu yaxşılığını mən yadıma salaram. Nə danışırsınız Şakir Şəkərlik? Mən elə adamlardan deyim. Mən duz çörək kəsdiyim adamla qəbr evinə qədər varım. Mən ürək... Mən gedim Şakir Şəkərlik. Sağ olun, mən gedim. Oldu. Şakir Şəkərlik. O məsələ vardı, balaca bir xahiş. O yadınızdan çıxmayıb ki. Nə? Yox, yadımdan çıxmaz. Çox sağ olun. Görə bilmirəm onu son zamanlar. Ancaq mütləq görəcəyəm, deyərəm. Mənə belə gəlir ki, o da mənim sözümü yerə salmaz. Əlbəttə. Çünki dünyadır da, vaxt olar, onun da mənə işi düşər. Deyir, örkən nə qədər uzun olsa, gəlib keçər hardan? Toyxanadan.
Ailəsi kimdir? Atası neftçidir. Anası... Heç bilmirəm anası nəçidir. Bir də bunun nə dəxli var? Əsas odur, özü yaxşı oğlandır, insan adamdır. Sən hardan bilirsən ki, o yaxşı adamdır, yaxşı insandır, hə? Necə yəni? Tanıyıram da. Demək, görüşmüsünüz. Gəzirsiniz. Gözüm içine düz bax. Sən hiç bilirsən ki, sən kimin qızısan, hə? Bir cevap ver mənə görüm. Şakir Şekeroviç Şirinov. Kimdir bu Şakir Şekeroviç Şirinov, ha? Nazir muavin. Keçmiş muavini. Keçmiş olanda ne olur? Nazir elə. Keçmiş nazir. Olsun elə keçmiş nazir. Nazir. Ana, mən çox gözəl bilirəm bütün bunları. Bax, əgər keçmiş nazirin keçmiş muavininin qızından bu oğlanın xoşu gəlirsə və keçmiş nazirin keçmiş muavininin qızı da bu oğlanı bəyənirsə, bu bəyən pis işdir. Bax, əgər keçmiş nazirin keçmiş muavininin... Görüm, sən nə lap çaşdırdın ki? Demək istəyirsən ki, bu oğlan da keçmiş nazirlərdəndir. Yox, nazirlərə zada dəxli yoxdur. Nə indikinə, nə də keçmişinə. Bəyəm onun haqqı yoxdur. Yoxdur. Nə yoxdur? Haqqı yoxdur ki, elçiliyə göndərməmiş, hərisini almamış, üzüyünü barmağına taxmamış, ayaq açdıya gəlməmiş bir qızla elə-belə görürsün. Rast ki, deyirsən ki, fikri belə seriozludur. Onda qoyaq ağsaqqalarını göndərsinlər elçiliyə. Biz də baxaq, görək, ölçək, biçək, cavablarını verək. Nə deyirəm? Mən axı necə deyim ki, elçi gəlin? Sən onda deyin ona ki, mən səni daha danışmıram. O da deyəcək ki, nə üçün? Deyən ki, bilirsən nə var? Dünən qonşumuzun qızına elçi gəlmişdi. Mən də ot olub yerdən çıxmamışam ha. Mənim də atam var, anam var, qonum qonşu var. 5 dostumuz, 5 düşmənimiz var. Belə desən başa düşəcək ki, elçi gəlməlidir. Vay, əgər belə anlamazdırsa, onda çətin ondan sənə ər olsun, bizə də ki, kürəkən. Yox, məncə başa düşər. Bax, birdən soruşdu ki, neçə nəfər elçi gəlsin? O baxır, ay qızım, onun qabiliyyətinə, qanacağına. Hər halda biz tərəfdən də bir 3-4 nəfər qonşudan, qolundan, əqrəbədən olmalıdır da. Bir də ki, 3 nəfər nazir muavin. Keçmiş muavinləri. Ay qızım, biri elə yenə də muavin işləyir. Deyirlər, onu bir aydan sonra çıxarırlar. Deməli sən, bu elçilərin bir aydan sonra gələcək? Mən axardan bilim. Ay, haçan gəlməlidirlər ki? Lap elə sabah qoy gəlsinlər. Mən etiraz eləmirəm. Lap yaxşı. Gedib deyərə. Bura bax, Mərcan. Amma rəsmi adaxlanana qədər səni onunla görüşməyə qəti qadağan edirəm. Baş üstə. Belki kinoya gelir. Yox. Mən evə gedirəm. Görünüyor şu havada. Belki biraz gelir. Dünən qonşumuzun qızına elçi gəlmişdi. Yaxşı. Mən gedim. Elçi gelmişti. Sen oraya tələsirsən. Yox, ora niyə tələsirəm? Mən o deyiləm ki. Hə? Yerdən çıxmamışam ki. 3 nəfər dostumuz var, 5 nəfər düşmənimiz. Yox, 5 nəfər dostumuz, 3 nəfər düşmənimiz. Ya əksinə, 5 nəfər. Qonum, qonşumuz, atam, anam, o deyil ki. Yerdən çıxmayıblar ki. Ay qız, nə deyirsən, heç nə başa düşmürəm. Başa düşmürsən? Onda anam dedi ki, bizə sənin kimi anlamaz kürəkən lazım deyil. Səndən hiç gözləmədim.
Deyirəm axı, səhərdən başlasan. Soğumusan nədir, sevmirsən? Şamil. Sevirəm. Amma anam dedi ki, bugündən səni tanımıyor. Axı niyə? Kuşlar bahçada girməkdən qabaq, babana etçilər heç göndərərmi? Bənövşələr dağda boynun bükəndə, dumana etçilər heç göndərərmi? Çəmənə yağış yağanda səhər, onlara güllərə yanıb deyərmi? Ay ışığın al yanağa düşəndə, qara gözlərinə baxım deyərmi? Deyərmi, deyərmi? Qara gözlərinə baxım deyərmi? Deyərmi, balam deyərmi? Qara gözlərinə baxım deyərmi? Qışı ərидəndə hər yanda günəş, gəlim ya gəlməyin soruşmaz bahar. Çiçək nəfəsilə körpə səsinlə, gülüm ya gülməyin soruşmaz bahar. Göy çəmənə yağış yağanda səhər, otlara güllərə yağın deyərmi? Ay ışığın al yanağa düşəndə, qara gözlərinə baxıb deyərmi? Deyərmi, deyərmi? Qara gözlərinə baxıb deyərmi? Deyərmi balam, deyərmi? Qara gözlərinə baxım deyərmi? Elə de. Qara qızın dərdi varmı? Bunu sadə dillə de, biz də başa düşək də. Yoxsa başlamısan, qonum qonşu belə gəldi, dost düşman belə getdi, o tərəfə hardansa oradan gəldi. Sabah elçilərim, cağ-baca atanla ananın huzurundadır. Görüb eləyən olar. Sən də qəlbi söz danışırsan, ekran. Görsünlər də, məyər biz bir-birimizi sevmirik. Sevmirik. Şimdi dost var, düşmən var. Əvvəl gərək bizimkilər gəlsinlər sizə, rəsmi elçiliyə. Sənin hərini alsınlar. Sonra kim bizə nə deyə bilər, hə? Madem ki sizinkiler gelmek istəyir, buyursunlar. Amma benim atamın belə formal işlərdən xoşu gəlmir. Özün bilirsən də, atam ateizm üzrə professor, düzdür? Çörək Allah'tan çıxır. Daha doğrusu Allah'ın olmaması barədə leksiyalarda. Odur ki, belə şeylərə dinin, köhnəliyin qalığı kimi baxır. Kamil! Madem ki sizinkiler gelmek istəyir, buyursunlar! Deməli, o bizim nümayəndə heyətimiz gəlir sizə, elçiliyə! Yox, yox! Nə elçibazlıqdır! 40 ildir mən zəhmətkeşlərin ateist tərbiyəsi haqqında mühasirələr oxuyuram. Könəlmiş adət ənənələri ifşa edirəm. İndi nə oldu? Bu keçmişin qalıqların əsiri olmalıyam, bircə bu qalmışdır. Axı, ay Tahir, ayıbdır, elin adəti var. Axı, gələcəklər, qızın hərisini istəyəcəklər. Oyan buyan bilmirəm. Qız oğlan bir-birini istəyirlər. Nə sonu? Evlənmək istəyirlər. Tabi get. Daha bu dəndəskəh niyə lazımdır? Ancaq quru rəsmiyyət. Yox. Növbəti mühazirəmdə mən bu barədə ətraflı dayanmalıyam. Mütləq. Rəsimdə atam nə vaxt qayıdacaq? Bilmirsən bala, bu həftə dənizlədir. Sübh deyilsən vertolyotla yola düşüblər. 10 gündən sonra növbəsi qutaranda qayıdacaqdır. Ay dədəm vay. Mən batdım ki. Necə? Alo, canı çıxsın yarışda havada giyməsi var ayaqqabını. Bəli, buna bax. Necə? Alo. Biri böyüdü bir balaca ayaqqabını, biri plastik corabdan girsin, o birisi yün corabdan. Ben o ayakkabımı ona vermeyeceğim ki.
Ayakkabımı, şalvarım. Ayakkabım, niye ayakkabımı? Alo, belediye. Sen de diyen görüm işim. Alo, siz o adamla işin... Sonra... Selamünaleyküm Şakir Çekeriç. Hoş gelmişsiniz. Buyurun eyleşin. Sefa getiripsiz. Necep sizler de bizi yad edipsiz. Eyleşin. Ne oldu? Hiç. Ciddi bir şey Yok. Hiç belədir ki. Necəsiz? Bax Şakir Çekeriç. Əgər şad xəbərdən gəlmişsinizsə, benim akşam deyirəm, muştuluğu məndə əla bir toz. Olacaq Surxayzadə, şad xəbər də olacaq, muştuluq da olacaq. O adamı axır vaxtlar görmürəm. Görən kimi deyəcəyəm, ümidvaram ki, özü də düzələcək. Mən dedim, bəs yəqin... Yox, sən ürəyini buz kimi saxla. Mən axı sənə söz dedim. Mən indi sənin yanıma başqa iş üçün gəlmişəm. Biz hazır, ayaqqabı, botu... Yox, ayaqqabı, botu məsələsi deyil. Sən bu axşam bizdə olmalısan, xeyir iş var. Qızıma elçi gələcək. Xoşbəxt olsunlar, subayları üçün. Ediyəsiz, oğullu uşağı olsunlar, baba olasınız. Amma məsələ belədir ki, Şakir Çekeriç, mənim məzur tutun, mənim bugün möhkəm bir işim var. Ona görə də məzur tutun məni. Yox, sən hökmən bizdə olmalısan Surxayzadə. Hökmən. Yoxsa səni də salaram o siyahiyə, bilirsən də, hansı siyahini deyirəm. Bağda ərik var idi, salam məlik var idi. Bağdan ərik qutardı, salam məlik qutardı. Özün bil. Mən istəyirdim sənin işvə bir əncam çəkim. Özün bil. Şakir Çekeriç, nə danışırsınız? Mən oyunda dedim ki, mən elə adamlardan deyiləm. Saat neçədə, hava harda? Saat 7-də bu axşam bizdə. Məsələ belədir, mənim bir vacib işim var saat 7-də. Sən gedirsən mikrorayona, bax indidən də pulunu ayrı qoyuram. Oradakılara deyirsən ki, mən biraz gec gələcəyəm. Saat 10 üçün. Ona bir 5 dəqiqə qalmış mənim havamı çaldırarsan, oynuyor içəri girirəm, biraz da duzlu çıxar. Ferit, sən Allah. Olsun. Böyük xanım necədir, balaca xanım necədir? O əlbəttə xanımı gördüm lambaqda. Sənin canın elə arıqlayıb, imam cüzəsini oxşayıram, elə yardım gəldi. Olsun. Sən Allah. Vay. Ağa, badam bacı yenə soylarda balaban çalır. Biz beybala ne deyir? Qarı ilə soxun böyük yağanı. Adı Dəngürdür, Bahadırın sayıdır. Həri. Ağa, ülkəni işləyir. Aldı? Nə? Sən Allah! Ağa! Şükür Allaha! Sağ əl olmayanların başına daha bir cəlli qalanlı bir yanma olmaz. Biz balağa! Balağa! Sən Allah! Oynar, Bəhram, Bəhiyyətdin! Hamısı toydaydılar. Hamısı toydaydılar oyunları. Üç badam bir goz, üç badam bir goz, üç badam bir goz, üç badam bir goz. Çəkmin, götürün. Bir şeylərdir. Bəli. Bir şeydən gətirmişsin. Bəli, götürün. Bu antiqi olar. Ölçün. Çəkmin, götürün, nə lazımdır, nə qədər lazımdır. Peki siz bizdən nə alasınız? Götürün. Çok sağ ol. Götürün. Bağımda üzüm kaldı, yemedim üzüm kaldı. Bu gelen müşterinin annenim, hamsında gözüm kaldı, annenim, hey, kurbandır. Kelem gül açtı neneli, dilim dolaştı neneli,
Kelem gül açtı neneli, dilim dolaştı neneli. Gel ağaç gel. Ay bağışlayın, buyurun sizin için ne güzel buket hazırlamışım. Onu götürün kurbandı size. 3 badam bir goz, 3 badam bir goz, 3 badam bir goz, 3 badam bir goz. 100 200 300 400 Ne oldu? Akademik taptın? Seninle demek? Aa gelmişsən yanına. Deyirəm, akademik taptın? Ne akademik? Ha akademik. Ha tapmışam deyəndə. İkisine zəng elədim. Hə. Yediler kabaptirovkaya gidip. Hara gedib? Kabap, komandirovkaya. Yaxşı. Akademik olmur. Bədəvətdə laf professor da yarayar. Profesör? Hə. İkisine zəng elədim də. Nə dedi? Hərəsi bir bahane ilə aradan çıxır. Ha, hiç danışmaq istəmirlər. Onlar sarın, açar olasan, əsəbləşir adamda. Əsəbləşmə bir söhbət. Ama biri var, dassetdir ve hayat onlar sarın. Gör dünyanın hansı yeridir ki, dossenti, atqaz elədim mən ha. Sən öləsən deyir bu yaxında, bilirsən belə dissertasiya zaşət eləyirəm, olmaz. Belə şeylərə deyir pis baxırlar, sonra pis qələmə verərlər. Hə, razılıq vermək. Bir yoxdur, nə olar? Qoy o dassent olsun, mən də olum nadir. Bir yoxdur. Əlbət bir gün onun ürəyinə balıq düşəcək, balıq düşəndə mən ona deyərəm ki, könlü balıq istəyən. Bir diyan görmək, yəni bir şairdən, mahirdən, yazışıdan, mazışıdan qapazlaya bilmədin. Sən də qapazlaya bilmədin. Mən neynim? Onların qurultayıdır. Adı bihabır olacaq, bəs necə olsun? Neçə var, bir şey fikirləşər. Sən arxayın ol, fikirləşər yaxın bir şey. Mənim fikirləşəm, sən də keyfdəsən. Nə lazımdır, kimsən? Bu bazarın böyüdü sizsiniz. Tutalım mənəm ana, sözlüydü tez elə. Gelin tanış olaq. Profesör Tahir Mahirov. Sözlüydü də, başa düşdük də.